Hörmətli avtomobil sahibləri, bu videoda danışırıq peşəkar ustanın texniki şərtlərə əməl edərək düzgün yığdığı mühərrikin ömrü, onun maksimum yüklənməyə dözümü haqqında. İlk əvvəl onu deyim ki, professional usta tərəfindən peşəkar qaydada yığılan mühərrik texniki qaydada avtomobilin maksimum göstərilən sürətini onun yanacaq kəni bitənə qədər, yəni o yüklənmədə işləməyə qadir olmalıdır. Qeyri-peşəkar ustanın yığdığı mühərrik isə maksimum sürətdə yox, hətta maksimum sürətin 30-40% aşağı hədlərində belə 10-15 dəqiqə ərzində mühərrik dağılasıdır. Bunun bir çox səbəbi var. Orada valın balansı, yəni quraşdırılması, mühərrikin daxilinin təmizliyi, soyutma sisteminin dəqiq işləməsi, burada bir çox amillər var. Yəni söhbət gedir peşəkar ustanın tam texniki şərtlərə əməl edərək yığdığı mühərrik maksimum sürətdə onun yanacaq kəni bitənə kimi işləməyə tab gətirə bilməlidir. Videonun davamında, növbəti hissəsində digər nüansları da açıqlamasını verəcəm. Düzdür, bu bizdə elə bir nə yol yoxdur o sürətdə sürməyə, nə buna qanun icazə vermir. Sadəcə olaraq mən texniki qaydanı deyirəm. Bu bəzi ustalar var ki, ona deyəndə ki, filan yeri məsələn çəki açarı ilə sıxmalısan, filan yerdə dərəcə açarı istifadə etməlisən. Onlar deyir ki, buna ehtiyac yoxdur. Biz 40 ildir bu işin içindəyik, motor yığırıq, heç vaxt da problem verməmişdir. Bu problem verməməsi o demək deyil ki, o mühərrik düzgün yığılır. Mühərrikin düzgün yığılma qaydası mənim dediyim qaydadır və o yüklənməyə mühərrik tab gətirə bilməlidir.